Franz Kafka kimisinə görə çox ağır və fərqli üslubda yazan bir yazıçıdır. Çevrilmə əsərində də həmçinin deyə bilərəm ki, çox ağır və qəliz dildə yazıb. Hər kəs anlamır, biraz sıxıcı gəlir və mən onu hardasa 10 il bundan öncə oxumuşdum. İndi fərqinə varıram müəyyən mənada nə demək istədiyini. İnsan yaşadığı olduqca anlayır, bəzi şeyləri var ki, gənc yaşlarında çox da ona anlaşılan gəlmir. İllər keçdikcə daha yaxşı anlamaya başlayır. Həmçinin Atama məktub. Bir çox dillərdə bu kitab ataya məktub olaraq qeyd olunur. Franz Kafkanın atası ilə olan münasibəti, soyuq münasibəti, atasının ona yanaşmasını çox belə aqressiv qəddarlıqla ifadə edib deyə mən öz fikrimi bildirirəm. Əslində övlad olan xeylaxları bəylər nəzərdə tutsaq kim olmaq istədiyini belə də atanı obrazlaşdıraraq, ata o övladların bir qəhrəmanıdır, əsasən də oğlanların. Qızlar üçün bir ayrı cür ata rol oynayır, personajdır, oğlanların isə qəhrəmanıdır. Qızlara sığınacaq yeridir ata, oğlanlara isə onun personajı əsas qəhrəmanıdır deyə düşünürəm. Bu kitabda günümüzdə də yaşanan bir çox mövzular var ki, ata-oğlu münasibətləri. Bu kitabı oxuyanda bir növ mənim öz atamla olan münasibətim yadıma düşdü. İnsan yaşa dolduqca bir daha qeyd edirəm o nüansı ki, hər şey daha yaxşı anlayır. Hər şeyi obrazlaşdıranda qınamazdan öncə onu obrazlaşdırır, özünü təbii ki, bu hər kəsə şamil deyil, qarşısındakı insanın yerinə qoyur və ondan sonra qərar verməyə başlayır. Mən də elə düşünürdüm ki, atam mənə qarşı qəddardır, atam mənə qarşı amansızdır, amma mənim özümdə də az olmadığını böyüdükcə daha yaxşı anlayıram. Atalar həqiqətən müqəddəsdir. Ataların bəzi məqamlarda var ki, heç kimə deyə bilmədiyini mən özüm ata olanda daha yaxşı anlayıram ki, atalar hər şeyə dağ kimi sinə gəlir. Bu mövzu mənim üçün çox şey xatırlatdı və hətta deyərdim ki, öz həyatımda bəzi məqamlara, nüanslara, belə deyim də, ölçüləri müəyyənləşdirdim. Hətta mən öz atamla münasibətimdə bu kitab yenidən bərpa etməsində mənə çox belə deyim, təkan oldu. İnsan yaşa dolduqca itirmək qorxusu daha çox artır. Keçən il yaxınlarımdan birini, cavan xalam qızını itirdim və onda anladım ki, insan yaxınlarını sağ ikən nə qədər ki, əlini sıxıb bağrına basacaq qədər varsa, o qədər yaxın olmalıdır. Və ondan sonra özümdə belə bir borc hiss etdim ki, hər atamı görəndə ona kimi hər zaman əllə görüşürdüm. Salamlaşıb, qucaqlaşıb, bağrıma basıram. Biraz fərqli mövzudur. Hər kəsə tövsiyə edirəm. Düzdür, qeyd etdiyim kimi, hər kəs bunu anlaya bilmir. Qəliz mövzudur deyə Franz Kafkanın kitablarına fikir bildirirlər oxucular. Məncə çox mükəmməl yazır. Mənim demək olar ki, ilk beşliyimdə olan yazıçılardan biridir deyə bilərəm. Hər kəsə xoş müşahidələr tövsiyə edirəm. Bu kitabları mütləq oxuyun. Franz Kafkanın əsərlərinin oxunması həyatımızda mühüm təsirləri olacaq bir mövzulardır deyə düşünürəm. İzlədiyiniz üçün təşəkkür edirəm.